İddia olunur ki, siz hansı ki qoyduğunuz mövqe var bidət əhlinə qarşı, o bir növ bidət əhlinin kasıblarına qarşı qoyulan mövqedir. Bidət əhlinin imkanlarına qarşı başqa mövqe tutursunuz. Bu kimi şey iddia olunur və vaxtda videolar çıxıb danışırlar. Ya bunu ya cahil deyir, ya da qərəzli adam. Boş söhbətdir. Mən birinci ümumiyyətlə qardaşlar, bidət əhli ilə müamilə necə deyirlər, münasibət. Biz bidət əhlinə hamısına eyni gözlə baxmırıq axı. Var dəvət eləyənləri, alimləri, var avamları. Avamlarla biz görüşə bilərik. Dəfələrlə məsələn sual olur ki, məsələn hətta o axırıncı fitnələrdə o azanlar var və heç başları çıxmır nə baş verir, maraqlı deyil onlara. Onlarla münasibət necə olsun? Biz deyirik onlara salam vermək lazımdır, salam verin, görüşün, düzdür. Hər halda onlarda var müşkül məsələ, amma salamdır və s. onlar kəsilməyib. Salam kimlərdən kəsilir əsas? O əsaslardan, o dəvətçilərindən. Amma o ki qaldı məsələn, imkanına oturur, hamısı yalandır axı böhtan. Birinci mən oturanda baxmıram, bu imkanlıdır, bilmirəm imkanlıdır yoxsa yox. Mənim maraqlı da deyil o. Və heç vaxtda can atmıram. Mənim üçün fərqi yoxdur, əsas dəvətdir. Hamı üçün belə olmalıdır. İndi kim ki imkanlıdır, kim ki imkanlı deyil, o anlatmaqdır sadəcə cəmaatı. Ola bilər kimlənsə oturaq nəsə araşdırmaq üçün, nəsə aydınlaşdırmaq üçün. Məsələn, mən bilirəm ki, məsələn, çoxsuyla otursaq belə, Allahın izni ilə, inşallah, onlar çoxsu fikirlərində dönəcəklər. Çünki onların problemi nədir, onların müşkül məsələsi nədir? Onlar bizimlə oturmurlar. Oturanda fikirləri dəyişir. Çünki onlar nə deyiblər, bizi barədə yalan danışır. Ona görə onlar oturanda biz özümüz də fikir vermişik. Neçə dəfə olub ki, adam məsələn oturub fikirləri dəyişib. Və ya ən azından artıq bəzi şeyləri demir artıq. Ola bilər kiminləsə oturasan, bu demək deyir ki, o həddadilərin üslubudur. Biri ilə görsələr, oturdun, qutardı, sənin işin bitdi. O həddadilərin üslubudur. Ola bilər, amma qaldı ki, imkanlarla oturub, mən əlhamdülillah hər şey yox da, yalandır bu. Bu, adam görsəni ki, psixoloji da ola bilsin, problem olsun adamda və ya nəsə qərəzli olsun. Yalan söhbətdir hamısı. Əlhamdülillah, çünki mən özüm bilirəm, amma hələ şey yoxdur. Və fərqi yoxdur, mən bütün qardaşlarına oturam. Hərdən toyları, məclislərə çağırır, heç bilmirəm kimin toyda. Neçə dəfə olub ki, oturmuşam toyda, yanımda oturan demişəm, qardaş, toydur, əqiqidir, bilmirəm, nədir. Bir də kimin toyudur? Kimdən soruşuram, deyir ki, Qamət qardaş, mənim toyum deyə. Mən heç bilmirəm onun toyudur. Buradan görürsən birdən öyle olur ki, 200-300 kilometr gedirəm. Düzdür, özümü tərifləmirəm, lakin demək istəyirəm ki, hələ xəstə insanlar, hələ adamlar, fəttanlar, yalan danışırlar. Əslində hələ deyil. Aydındır.